Herkese selam dostlar, ben Remiz Aze. Bugün Age of Story 2 Kangarus videosuyla herkes ilk önce böyle bir şey diyeyim. Oyuna girdim, oyunlar sekmesine girdim. Oyunu yükleye Azerbaycan'a girdim ve böyle bir tablo meydana geldi. En başta da demiştim Azerbaycan bu Kangarus 2.1 versiyonu oynayanda böyle çətinliklər olacaq və ölkələr bir-birinə qarışacaq deyə və də qarışdı həqiqətən və Azərbaycanla denk gətirməyə çalışdım. Oynaya alındıra bilmədim. Ona görə də Age of Story Kangarus 1.5.2 versiyonunu oynayıb bununla olan bağlantılarını birləşdirib oradan davam edirəm. Hər kəsə salam dostlar. Bugün Age of Story 2 Kangarus 1.5.1 versiyonunda yeniden sizlerle birlikteyim. Bugün Azerbaycan'ın 4. bölümüyle oynuyoruz dostlar. Bildiğiniz gibi video başında da dediğim gibi biraz arıza çıktı. Kanalın ilk videosundan böyle dediğim gibi Age of Story Kangarus 2.1 2.0'da problemler var. Ona göre de yakın zamanda oyundan atsa falan etse geçmiş bölümə, geçmiş versiyalardan birinə dönəcəyəm. Burada əyalətlər azdır, ancaq bugün bütün günü əlləşdim və sonunda belə bir nəticəyə gəldim ki, artıq Kangarus 1.5.1-də oynayacağıq və Kangarus oynamasaq da olar. Age of Story 2 normal özünü oynayacağıq, yaxın zamanda isə Age of Story 3-ə keçəcəyik. Artıq millət keçib, biz təzə başlamışıq amma olsun və də YouTube və də kanalımızda təkcə Age of Story və tarix strateji oyunlarından fərqli olaraq təkcə bunlar olmayacaq. Hər cürə maşın, futbol, savaş, Granny, qorxu və s. belə oyunlar da olacaq. Yəni artıq oyunumuza keçək. Age of Story Kangarus 1.5.1'i indirdim. Yəni daha çox versiyalarını indirdim, oynadım. 2040'a bu həmənki yerə qədər gətirib çatdırdım, amma yenə də oyundan atdı. Olsun, burada da biraz kiçik bir problem var. Burada da olsa artıq yenə deyəcək, pes etmək yoxdur məndə. Və əyalətlər az olsa da neyiniyək əldən gələn budur, heç nə əyalətdir və həmənki yerə gətirib çatdırmağa çalışdım. Pakistanı falan ora-bura sadəcə bir neçə dəyişikliklər var. Ukrayna ilə əlaqəli falan, Suriya ilə. Onu da artıq etməyə çalışdım, edə bilmədim. Olsun, sağ olsun. Ancaq bir sonraki bölümdə, bir sonraki oyunda, Azərbaycandan sonraki oyunda hər halda böyük ehtimalla Türkiyəni oynayacağım. Orada daha çox buna fikir verəcəm, diqqət yetirəcəm dostlar və artıq oyunumuza qaldığımız yerdən davam edək. Keçən bölüm nə etmişdik? Keçən bölüm Pakistanla aramızı yaxşılaşdırmışdıq. Keçən xəritədə daha çox oradan yadıma çıxıb. Amma keçən bölümdə gördüyünüz kimi Gürcüstanı aldıq, Türkiyə ilə bölüşdük və ekonomimizi çoxaltdıq. Son 4-5 il içərisində, yəni 2036-37-dən 2040-41 arasına qədər son 4-5 il içərisində ekonomimizi 0,70-dən 0,80-ə qədər yüksəltdik dostlar, şükürlər olsun və indi isə qaldığımız yerdən davam edirik. Pakistanla müttəfiqliyi imzalamalıyıq. Pakistanla, Türkiyə ilə də onunla birlikdə operasyonlar etdik və Türkiyə bu arada Misirə də girib, amma olsun. Suriya yoxdur, tam olaraq Ukrayna ilə Rusiya savaşmır, amma olsun. Bir sonraki bölümdə bu oyunda daha çox fikir verəcəm, bəli. Amma bu reallığa əsasən Qırğızstanla Tacikistan bir ara 2023-24-də belə bir savaş olmuşdu, amma biz 2040'da oynuyoruz bu dəqiqə. Və indi tərəflərə baxırıq. Biz Türk ölkəsiyik və Qırğızistan tərəfini tapmalıyıq. Tacikistan da bu bölümlərə aid idi, bir vaxt Suriyalılarla birlikdə, amma bunun əlaqəsi yoxdur. Yəni eyni torpaqlarda olmasına rağmen biz də Qırğızistana dəstək veririk dostlar. Qırğızistan biraz zəifdir, amma o torpaq olsaydı Qırğızistana o Tacikistan yəni eşit şərtlərdə ola bilərdi. Ona görə də bizdən gələni kömək etməyə çalışırıq. Qırğızistan aldı. Super. Burada Pakistan məndə alsa daha sonra həll edərik biz. Artıq keçən bölümdə dediyimiz kimi yavaş-yavaş nə qədər də reallığa əsasən oynasaq da bizim bir hədəfimiz, missiyamız var və çətin İrandan o torpaqlara alıb öz hədəflərimizi gerçəkləşdirəcəyik. Ondan sonra siz qərar verəcəksiniz, daha çox ətrafa yayılaq mı, yoxsa sadəcə orada bitirək mi? Artıq orada siz qərar verəcəksiniz yorumlarda. Təzə başlamışam deyə görüntüləmə də çox azdır, baxış da azdır, amma
il başladığımda yaxşı 150 nəfər falan belə baxmışdılar. Option 1K falan çatmışdı yani 4-5 videodan, ama indi çok pis başladık, ama olsun. Artık başlayaq oyunumuza devam edək. 6000 plus ordumuz var. Türkmenistan'a baktığımızda o 154-155 min nüfus, 26-27 min ekonomisi var. Bize onlara savaş açmaq üçün hardasa 15-20 minlik ordu lazımdır. Hardasa 10-14 minlik ordu bassaq, 13.900 ordu bassaq tamamıyla yeridir dostlar. İndi geride bir kiçik bir şey vardı, onu da nəzərdən qaçırdım. Onu da keçirim. Bəli dostlar, bitti bu qədər. Bir də gözləmə kuleləri də inşa edək. Nə olar, nə olmaz. Bunlar da lazımdır. Burada bir ədəd kütüphane. Tabii ki burada eyalətlər diğerine göre biraz azdır, maraqlı kimi gəlirlər. Ancaq oyunu paylaşdığımda daha çox baxış gəlmişdi herhalde. Yəni Congress 1.5.1 versiyonunu oynayanda. Hər neysə, artıq oyunumuza keçək. İndi gördüğünüz kimi Türkmenistan, Pakistanla ilk önce Pakistanla bir müttəfiqlik imzalamaq vaxtıdır dostlar. Yavaş biraz qalıb, biraz o imzaladıktan sonra Türkiye ilə bizlə də əlaqəsi yaxşıdır. Üç tərəfdən də girib ala bilərik dostlar. Baxaq son bir həmlə və çox gözəl Türkiye, Azərbaycan və Pakistan qardaşlıq imzası 2041-2042-ci ildə imzalandı saziş və belə Türkiye 10-cu sırada da Azərbaycan 42, Pakistan 18 saydı. 12 mi 18. Biz ise biraz daha pilleri çoxaltmalıyıq. Bir 30-cu falan sıralara gəlməliyik. Ona göre de artık ölkə ekonomimizi biraz daha artırmalıyıq. Teknolojimizi biraz daha artırmalıyıq. Gördüğünüz kimi Türkiye 85'ti, 79'da qalıb və biz də artıq bu ortada sıralamalıyıq. 85 Türkiye'nin keçək həyatda. Baxaq, ətraf ölkələrə görə çox yaxşı. Hətta Rusiya 9 olub, biz sonlara çatırdıq, yanı başındakı Azərbaycan. Belə, gördüyünüz kimi 83 artıq yavaş-yavaş tabloda görsənirik. O ilk tabloda Türkiye Yunanistan'a qarşı belə bu qatılmaz idi və 15 Şubat 11 fevral 2004 təbii ki də yanındayıq. Hətta maddi dəstək belə verəcəyik. Türkiye'ye maddi dəstək alırıq. 67 min dukatlıq təbii ki də alacaqlar və orada bir torpaq belə bırakmayacaqlar. Adalar da tez bir şəkildə alsa, yapay zekası biraz zəifdir bu oyunun. Bəli, aldı, çox gözəl və gücləndi. Bütün torpaqlarını aldı və 9-cu pilliyə yüksəldi. Ən güclü 10 ölkədən birinə gəldi. Pakistanı da biraz yüksəltmək lazımdır. Pakistanın nüfusu da 1.4'dür, ekonomisi azdır. Türkiye 1.67, 400-500 min ekonomisi var, çok güzel. Biz necə oldu İranla? İrandan bir saldırmazlar qalxdı. Bundan da saldırmazlar qalxdı hər ehtimala qarşı. Türkiyə ölkələri ilə də aramızı yaxşı tutaq. Aramızı pozmayaq. Pakistan dediğimiz gibi Hindistan'a karşı, Ermənistan, Gürcüstan'a karşı, İran'a karşı, Türkiye'de və həmçinin bizim de çok torpağa ihtiyacımız yoktur. Çünkü sadece yani çok güce ihtiyacımız yoktur torpaq fəth eləyərək. Bir yandan Pakistan, bir yandan Türkiye div kimi hücum eləsələr, mən də sadəcə Türkmenistandan icazə alıb girsəm, bəsimdir sadəcə bu torpaqları, Tehrana qədər olan torpaqları alsam, böyük Azərbaycanı və xəyallarımızı gerçəkləşdirir və beləcə də missiyamıza çatmış oluruq dostlar. Amma onunla da bitmir təbii ki. Yəni Səfəvini də qurmaq istəmirəm, çünki Türkiyəyə qarşı da savaşmaq olacaq. Ona görə qalsın, ən yaxşısı böyük Azərbaycanı qurub burada bitirəcəyik və biraz daha ilerleyip onu da burada bitirəcəyik dostlar. Bəli, texnoloji yatırımları elədik. 6 ədəd gəldi. Yönetim 6, ordu bakımı 5 falan da nüfusa bəli. Nüfusumuz nə qədərdir? Nüfus 431 min, ekonomimizdə 130 min. Ekonomi yatırımını da etdikdən sonra artıq savaşa başlayabiliriz diye düşünüyorum dostlar. 4000, 45, 46, 4. Savaş bizde her zaman yanındayız, ama burada ne maddi ne de əskər olarak heç bir yardım etmeyeceğim. Sadece yanında olacağım. O kadar. Bəli dostlar, telefon da yeni olduğum için maşallah yaxşı tez yağ kimi gedir, gözlənilməsin. Və 150 min açdıq, biraz daha yatırım 155, 160, 170 min, 170k olaq və çox güzel 130 bindən 170k'ya bir il, yarım ay, 5 ay ərzində və çox gözəl və artıq yavaşdan ordularımızı basmalıyıq dostlar. %100'lük aldı.
Haran oldu? Yürüdüm bura. Bəli, İsrailləri bir tərəfdən sıxışdırıb, hər neysə Türkiyə nə etməyə çalışırsa artıq yəqin ki, imperatorluğunu qurmağa çalışır. Öncə Gürcüstanla birlikdə aldıq, sonra Yunanistanı aldıq, sonra Misirə girdi, lap əvvəlcədən. Sonra Orta Doğuya yavaş-yavaş girib hər tərəfdən hörümçək kimi. Artıq nəysə dəstək olacaq missiyası varsa qardaşlarımızın. Pakistan da həmçinin, Pakistan da Hindistana qarşı böyük bir missiyası var. Bizim də İrana təbii ki, Ermənistan, Gürcüstan və İrana. Gürcüstanla tam deyil, amma olsun artıq 10, neçə bunlar da yüksəliş oldu təbii ki, 15-20 minlik bir ordu toplamalıydı. O 6 mini var. 14 minlik bir ordu toplayaq dostlar. Deməli, o videoda 10 dəqiqəyə gəlib. Bu zənnimcə bu savaşdan sonra artıq video bitəcək deyə düşünürəm. 15 min 5K daha 5K Lənkərandan baxsaq 4 minlik. Tamam, öyrəndiyiz 20 minlik bir ordu çox gözəl və artıq yavaşdan savaşa keçməyin vaxtıdır. Bəli, üzürlü sayın, mən sadəcə bu torpaqları alıb gücləşəcəm və öz istədiyim missiyaya çatacam. Beləliklə, bəli, bütün torpaqlarını aldım. Digər versiyonlarda daha çox əyalət, daha çox maraqlılıq vardı. Bir başkəndi falan da alındı, ölkə düşür falan, amma olsun yəni. Buna heç əlbət, yəni, bu da yaxşı bir şeydir. Bütün torpaqlarımla, bütün torpaqlarını məncə girmişkən alaq, yəni, onsuz da ala bilmirik. Biz belə eləyək. Hər neysə, qalan torpaqlarda qalsın artıq. Mənim sadəcə orada çox gözüm yox idi. Amma girib ala da bilərəm. Hər neysə artıq bunu düşünəcəm. Sadəcə hədəfim, istəyim o idi ki, Türkmenistandan biraz torpaq alım və biraz daha gücləşim və İrana qarşı hər tərəfdən hücum edeyim. Məncə bunu Pakistanla da bir sərhəd quracağımıza görə bir etap, bir savaş daha eləyəcəyik. Assimilasiyalar yerinə çıxmasın, bəlkə çox gözəl. Öz ölkəmizdə niyə savaş var, var, pandemiya bu oyunda. Pandemiya, vəba, məncə bizdə biz tərəfdə çıxır. Nəysə, bir ədəd də fikirdə bundan olmalı eləyək, yavaş-yavaş bütün texnoloji şeylərin də ortasına gəlmişik. Rusiya ilə də onlarla da bir saldırmazlıq paktları imzalayaq. Hər halda bir sonraki bölüm artıq ekonomi gücü basıb, ordulara basıb İrana qarşı hücum eləyəcəyik deyə düşünürəm. Təsəvvürlə çalışıb Türkmenistandan aramızı yaxşılaşdırmaq üçün ilişki gəlişdirdik. Hər neysə, artıq bunu da düşünməyək. Bəli, çox gözəl. Bir tərəfdən də neçə min? 11.500. Və birbaşa yayaq. Çox önəmli deyil. Girək, alaq. 3 sənə torpaq vardı və əminliklə deyirəm, girdim, aldıq və çıxdıq. Bəli, var bütün torpaqları. Bitdi, bura qədər. Artıq videoda 13 dəqiqəyə gəldi. Biz isə yavaşdan bunun da sonuna gələk. Son olaraq, baxaq, nüfuz yatırımı eləsək daha gözəl olar. Çünki nüfuz ordu oldu, nüfuz yatırımı etməliyik. Bir dəqiqə. Etmişkən, yox, almağa ehtiyac yoxdur. Məncə o qədər də ehtiyac yoxdur almağa. 9500, bunu bir 5500 daha etsək. Bunu da etmək. Tam buna əsas alacaq. Bunu kompüterdən edəndə daha gözəl olur. Amma hər neysə artıq biraz da daha assimilasiyalar var, tamamlanmayıb. Yəni ki, assimiliya olmağı sevmir Türk millətləri. Halal olsun. Oyunda da bunu göstərdik, sübut etdik. Bəli. Nüfuz artışı etməliyik. Nüfuzumuz bir 800 min plus olmalıdır ki, yaxşı ordu basaq. Gələn bölümdə də 1 milyonu keçə bilərik dostlar. Nüfuz artışı gördüyünüz kimi 2050-ci ilə qədər gəldik. Bir bölümdə artıq keçən bölümlərdə 3 bölümə 2021-dən 2041-ə qədər 20 il oynadıq. Amma bu bölümdə artıq bir 10 il oynayırıq dostlar. 11-ci ilə keçir.
32-ci sıradayıq. Bəli, hədəfimizə, missiyamıza yavaş-yavaş, pillə-pillə çatırıq dostlar. Çox gözəl. Hər oyunda gördüyünüz kimi qurduğumuz planlarla missiyamıza çatırıq. Sadəcə kiçik bir problem oldu ki, o versiyada niyə elə atdı bizi oyundan? Mən dəfələrlə girdim. Təsəvvür edin, bir versiya yüklədim, girdim 2040-a qədər gətirdim, orada atdı. İkinci versiyada da elə, üçüncü versiyada da elə. Artıq təzə bir keçmiş versiyalardan birini yüklədim və hər nəysə. Yavaş-yavaş 800 minə yaxınlaşdıq. Bəli, artıq 15 dəqiqəyə gəlmişik. Burada dayanacaq. Yatırımlarımızı artıq bir sonraki bölümdə də edərik. Bizim kimi bu oyunda da Türkmenistanı aldıq və gözəl bir şəkildə burada da nöqtələyirik dostlar. Oyunu kaydetdik və 2054-cü ildə bitiririk gibi oyunda. Bir sonraki bölümdə görüşənədək yorumlara yazın istəklərinizi. Sağ olun.